Uzun müddət Salyan rayon mərkəzi xəstəxanasında çalışmış uroloq həkim Məmmədağa Məmmədov dünyasını dəyişib. O, bugün Bakı şəhərindəki klinikalardan birində vəfat edib. Qeyd edək ki, mərhumun gəlini Svetlana Məmmədova da 3 gün əvvəl uzun sürən xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Svetlana Məmmədova Salyan rayon mərkəzi xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışıb. İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib. Aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir. Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub. Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar. Mitinqdə Silivri həbsxanasında olan İmamoğlunun mesajı da oxunub.